Şəhid Azərbaycanın ən yaxın dostlarından biri olan bir ölkə, 20 milyonluq nüfusa sahib olan ölkənin 22 milyonluq şəhəri olan əvvəlcə də bir paytaxt kimi fəaliyyət göstərib bura. Artıq bilirsiniz, paytaxt Aktauya köçürülüb. İndi biz Almatnanın tam mərkəzindəyik. Gördüyünüz bu küçə, bu prospekt Lenin prospektidir. İndiki adı Dostluq prospektidir, amma yenə də insanlar hər kəs buna Lenin olaraq deyirlər. Bu qarşı tərəfdəki küçə Abay küçəsidir. Bu elə bu professorun, filosofun adını daşıyır. Arxasında gördüyümüz də Lenin muzeyidir. İndi yenə Dostluq muzeyi keçir. İndi biz Göktəpəyə qalxacağıq. Buradan Göktəpəylə biz kanatla dağa qalxacağıq. Orada bir qarlı dağlar da çox yaxından seyr eləyəcəyik. Gördüyünüz kimi Almatnanın məktəblərindən də ekskursiya gəlirlər. Almatnanın panoramik bir görüntüsünü az sonra sizə göstərəcəyim. Funikuliorun girişidir. Burada gördüğünüz tencə ilə göstərilən qiymətləri biz 300'ə bölürük. Məsələn, bax burada 1000 tencə, yəni bu 3 manatdır. Yəni təxminən. Məsələn 3500 tencə hardasa təxminən 3 manat 50 qəpik ya yox 9 manatdır təxminən. Bu kanatların qiymətləridir. İndi biz içəri girək, bilet alaq. Dağa qalxaq. Gedək Nahid bəy. Gedək. Təklifi nə qədərlədir? 2 nəfər deməli 16.000 8.000 təncə. 8.000 də. 8.000 təncə. Təncə. Gözəldir. Deməli, Almatnanın tam mərkəzindən kanat dağa qalxır. Bu kanat dünyada ən təhlükəsiz kanatlardan biri sayılır. Nədən? Burada işıqlar sönsə belə, bu kanatların, kabinlərin hamısının üstündə günəş panelləri var. Bu özü hərəkət eləyərək, yəni öz məntəqəsinə geri qayıdır. Yəni bunun özəlliyi budur, tam təhlükəsizdir. Ona görə mən də hündürlükdən biraz dostumuz Nahid qardaş görə hündürlükdən qorxur, mən çox qorxmuram, amma mən izah elədim ki, Nahid bəy qorxmağa ehtiyac yoxdur, bu tam təhlükəsizdir. Günəş panelləri vasitəsilə yığdığı enerji ilə bu kanat öz məntəqəsinə qayıtmaq kimi bir imkanları var. Ona görə burada işıqlar sönsə də heç bir qorxusu yoxdur, narahat olmasın. Görkən şəhər Astana şəhəridir. Astana şəhərindən təxminən 20 kilometr yüksəklikdə oturmuşuq burada. Qəşəng bir Nahid qardaşımızla çay içirik. Dəyərli dostlar, bax bu Qazax elinin milli formasıdır. Çapan. Bu canavar dərisidir. Bax burada canavarın dişləri yox, dişləri tökülüb yoxdur. Bu da börük. Lisa. Bu da tülkü dərisi, tülkünün quyruğu da üstündədir. Və ən əsas olan Qazax elinin ən belə gözəl adət-ənənələri və milli geyimləri, qədim milli geyimləri və burada nə də var? Qartalın adı nə idi? Жұлдыз. Бұл бүркіт деп атайды, бірақ қазір өзінің аты жұлдыз. Ұрғашы. Yoldaşıdır. O Qazaxın həmsə yoldaşı oldu. Qazax xalqının Türkün yoldaşı. Türkün dostu. Bu simvoldur. Qartal simvolu. Görürsünüz, çox gözəldir. Gedək gəzməyə. Deməli, qartal geyimi və bu canavar dərisi papağı bu qədim Qazax elinin, Qazax xalqının çox qədim bir geyimi olub. Bunlar tarixən bunu simvolik olaraq hələ də daşıyırlar və burada turistlər üçün Göytəpə deyilən bir yer var. Burada o dağları gördüyünüz dağların belə deyək ətəyindəyik biz, qarlı dağların. Orada hər zaman qar olur. Biz Almatada belə bir turistik bir məkanın şahidi olduq. Yəni gəlin, görün, yəni türk dilli xalqların mədəniyyəti ilə tanış olaq, türk dilli xalqların mədəniyyətinə təşviq eləyək.
Yəni belə bir qədim adət-ənənələr Azərbaycanda da var. Bundan da gözəl var, bundan da çox incilər var. Bu Türk dünyasının bir irsidir. Türk xalqlarının qədim adətlərini biz hər zaman yaşadacağıq. Azərbaycan olsun, Qazaxıstan olsun, Türkmənistan olsun, Özbəkistan olsun, Türkiyə olsun, Kıbrıs olsun. Bütün Türk elinin simvoludur.